Salam dostlar. Bugün sizinlə Azərbaycanın ən qorxunc şəhər əfsanələrini paylaşacağam. Bu əfsanələr Azərbaycanın müxtəlif bölgələrində həm populyarlığı, həm də qorxuculuğu ilə insanları dəhşətə salır. İlk əfsanəmiz Qara Gəlin və ya Ağ Gəlin əfsanəsidir. Azərbaycanın bir çox bölgəsində, xüsusilə dağlıq ərazilərdə, Şəki, Qusar, Quba, Zaqatala və sair bölgələrdə bu əfsanənin müxtəlif versiyaları yayılmışdır. Əfsanəyə görə bir zamanlar gözəl bir gəlin toy günü ya qısqanclıq, ya da bədbəxtlik nəticəsində öldürülür. Onun ruhu bu dünyada rahatlıq tapa bilmədiyi üçün gəlin libasında gecələr yollara dolaşır. Əfsanəyə görə onunla qarşılaşan insanlar ya dəli olur, ya da bir müddət sonra müəmmalı şəkildə yoxa çıxır. Bəzən bu gəlinin ağladığı, bəzən də səssizcə gəzdiyi deyilir. İnsanlar deyir ki, gəlinin gözlərinə baxmaq olmaz. Baxan insanlar qorxuya qapılır və psixoloji travma yaşayır. Məzarlıqda ağlayan uşaq əfsanəsi. Bu əfsanəyə əsasən Bakı ətrafı kəndlər, Masallı, Lənkəran və Qax bölgələrində rast gəlinir. Deyilənə görə gecələr bəzi insanlar qəbristanlıq yaxınlığından keçərkən uzaqdan körpə uşaq ağlaması eşidir. Onlar bu səsi izləmək istədikdə səs bir anda yox olur. Əfsanəyə görə bu vaxtilə ana bətnində vəfat etmiş və ya sahibsiz dəfn olunmuş bir uşağın ruhudur. Onun ruhu hələ də birini axtarır, ya anasını, ya da öz rahatlığını. İnanca görə əgər bu səsi eşidən şəxs səsin gəldiyi yerə yaxınlaşsa və körpəni görmək istəsə, həmin şəxs vəfat edir. Yanan qadın, Quba əfsanəsi. Bu əfsanə Quba və yaxın kəndlərdə məşhurdur. Bir vaxtlar bir qadın cadugərliklə məşğul olurmuş. Onun caduları kəndə zərər vurmağa başlayanda cəmaət onu yandıraraq öldürüb. Amma deyilir ki, o ölməmişdən qabaq insanlara qarğış edib. Bu qarğışa görə onun ruhu gecələr odlu, alovlu şəkildə dağ yollarında görünür. Görənlərin dediklərinə görə yanan qadın qəfil peyda olur. Ətrafı işıqlandırır, sonra yox olur. Bəzi sürücülər gecə maşın sürdükləri zaman bu qadını yolda gördüklərini və qəza etdiklərini deyirlər. Onunla göz kontaktı quran insanlar ya qorxudan huşunu itirir, ya da sonradan ağır xəstələnir. Gecə gəzənlər, köhnə evin ruhları. Bu əfsanə əsasən Tovuz, Gədəbəy və Naxçıvanda yayılıb. Bir kənddəki köhnə evdə bir ailə faciəvi şəkildə məhv olub. Sonradan bu evə köçmək istəyənlərin başına qəribə hadisələr gəlməyə başlayıb. Gecələr divarlardan səs gəlir, qapılar çırpılır, əşyalar yer dəyişdirir, kölgələr görünür. Evə köçüb bir müddət yaşayan insanlar gecə yuxudan oyanıb evdə kimsə gəzir kimi səslər eşitdiklərini deyiblər. Hətta bəziləri uşaqların evdə oynayan başqa qonaqları gördüyünü iddia edib. İnanca görə bu evdə ölən ruhlar rahatlıq tapmayıb və ora gələn hər kəsə burada biz yaşayırıq mesajını verirlər. Çırtmacı, şeytanla razılaşma. Bu əfsanə Qazax, Tovuz və Gəncə bölgələrində yayılıb. Deyilənə görə bir insan gecələr tənha yolda gedərkən ardıcıl olaraq barmaqla çırtma səsi eşidir. Bu səs adətən bir istiqamətdən gəlir və insanı ora aparır. Əfsanəyə görə bu səsi izləmək şeytanın tələsinə düşmək deməkdir. Səsi izləyən insanlar ya qeyb olur, ya da ağlını itirirlər. Çıxan bu səs bir varlığın insanla razılaşma bağlamasının cəhdidir. Ruhunu almaq üçün çaşdırıcı yoldur. Bu qədər dostlar. Bu da Azərbaycanın ən qorxunc şəhər əfsanələri. Əgər siz də videoda dediyim bu əfsanələri eşitmisinizsə, şərhlərdə qeyd edin. Videonun ikinci hissəsinin çəkilməsini istəyirsinizsə, videonu bəyənin və şərhlərdə istəyinizi mənə bildirin. Kanalıma abunə olmağı unutmayın. Hələlik.